Salam hər kəsə, mən Əli Əhmədov. Ekranda gördüyünüz kompüter oyununu özüm hobbi olaraq sıfırdan qrup yaradıram və bu işi gördükcə də çəkib YouTube kanalımda paylaşacağam. Düzdür, hazırda məni çoxunuz sadəcə ingilis dili müəllimi olaraq tanıyırsınız. Halbuki mən ingilis dili müəllimliyi üzrə fəaliyyətə başlamazdan və ingilis dili müəllimliyi üzrə ali təhsil almağa başlamazdan əvvəl kompüter mühəndisliyi üzrə ali təhsilim vardı və kompüter oyunlarının yaradılması, 3D modelləşdirmə, dizayn, kodlaşdırma sahələri üzrə məşğul idim və illərimi vermişdim bu sahəyə. Amma elandır ki, bütün bu işləri tamamilə buraxaraq xarici dil müəllimliyi, yəni ingilis dil müəllimliyi üzrə fəaliyyətə başladım və hətta sıfırdan universitetə hazırlaşıb xarici dil müəllimi, yəni ingilis dil müəllimliyi üzrə təhsil almağa başladım. Və indi isə belə deyək ki, köhnə zamanların xatirəsi üçün ekranda gördüyünüz kompüter oyununu qrup yaratmağa başlamışam. Ekranda gördüyünüz formadadır, amma zaman keçdikcə dəyişikliklər, əlavələr edəcəm. Vaxt tapdıqca əlbəttə. Əgər görsəm ki, bu video çoxlu like'lar, kommentlər gəlir, onu biləcəm ki, insanlara həqiqətən maraqlıdır və daha həvəslə vaxt tapıb düzəltməyə çalışacağam. İndi isə yerinizi rahatlayaraq bu ekranda gördüyünüz oyunun necə yaradıldığını izləyə bilərsiniz. Hardasa bir həftəlik işi sıxışdırıb yarım saatlıq videonun içində təqdim edəcəm sizə. Və mənim belə bir dəli xasiyyətim var. Oyun yaradarkən hər şeyi özüm eləməyə çalışıram. Düzdür, bəzi şeyləri hazır yükləmək olar və hətta süni intellekt də bir çox işləri görə bilir. Amma mən o işləri deyil də hobbi olaraq hər şeyi özüm eləməyi xoşlayıram. Ekranda gördüyünüz kimi 3D modelləşdirməyə başlamışam. Və həmişə oyun layihələri yaradarkən 3D modelləşdirməyə qolumu çırmalayarkən nədənsə bina modellərini xoşlayıram düzəltməyi və xoşlayıram deyəndə xoşlayırdım yəni oyun düzəltdiyim zamanlarda. Amma sadə bina modelləri deyil də Azərbaycanda keçən bir oyun yaratmaq istəyirəm. Ona görə klassik Azərbaycan kənd evləri stilində olan bir evlər düzəldəcəm və eyni zamanda klassik Azərbaycan stilində olan bir oyun yaratmaq istəyirəm. Klassik Azərbaycan kəndi stilində olan bir oyun yaradacam və hər şey də gözümüzün öyrəşdiyi bir tərzdə olacaq. Bu oyunu yaradarkən, oyun yaradarkən insan araşdırma eləyir, internetdən şəkillərə baxır, referans şəkillər tapır özünə, amma elə şəkillərə ehtiyacım olmadı mənim, çünki özüm bir kənd uşağı olaraq hər şey necə olduğunu görmüşəm. Navesin qurulmasından, evlərin tikilməsindən, çox şeyin necə olduğunu öz gözlərimə şahid olmuşam və dizaynları necə olduğunu bilirəm. Ona görə də dizayn cəhətdən hər şeydə özüm eləyəcəm. Hər şeyi özüm eləyəcəm deyəndə bu videonun aşağıda görürsünüz də. Bu iş gedib hardasa 2026-nın 2-ci ayının 3-də, fevralın 3-də. O zamanki semestr tətili idi. Bayaq da dediyim ki, mən ingilis dili müəllimliyi üzrə fəaliyyətə başlayandan sonra sadəcə kurslarda deyil də, həm də rəsmi diplomum olsun istədim. Yəni, böyük ehtimal ki, məktəbdə işə başlayacağam. Ona görə universitet diplomuna ehtiyacım vardı. Yəni, hazırda universitetdə oxuyuram. Sıfırdan universitetə hazırlaşıb qəbul oldum. Və universitetə gedib gəlirəm, imtahanlarımı verirəm. Və bu videonu və bu proyekti o zaman başladım ki, artıq kursun birinci semestrini yekunlaşdırmışdım 2026-nın yanvarında və fevraldan semestr tətili zamanı çox həvəslə bu işə başladım. Hazırda isə ekranında, yəni videonun paylaşma zamanını görürsünüz ki, 2026-nın avqustudur, hardasa uzun zaman keçib. Mən bu proyektə başlamazdan əvvəl sadəcə kompüterimdə qalırdı. Nə videonu montaj eləmişdim, nə proyekti tamamlamışdım. Axır ki, vaxt tapıb paylaşmağa başladım. Çünki ən azından paylaşım, görüm ki, bəyənirsiniz. Ardını gətirim bəlkə. Ardını gətirim deyəndə indi yay tətili olmasından istifadə eləmişəm və qısa müddətdən sonra yay tətili də bitəcək. Ona görə görək də. Amma çalışacağım ki, bir şey eləyim. Ağlımda bir şeylər var. Nəysə, özüm haqqında çox danışdım. Gəlin sizə işin görmə mərhələləri haqqında danışım. 3D modelləşdirmək üçün dediyim kimi Blender proqramından istifadə edirəm və modelləşdirmək üçün box modeling deyirlər buna. Yəni, hər hansı bir sadə üçölçü fiquru götürürsən, kub olsun, sfer olsun və onun üzərində manipulyasiyalar edərək modellər hazırlayırsan.
Ekranda səhv eləmirəmsə bu dəqiqə Avtofa modelinin hazırlanmasını görürsüz. Və kənd evləri üçün tipik olan həyətdə ayaq yolun yanında qırmızı Avtofa filan modellərdə qurdum ki, ondan sonra naves qurdum ki, qoy daha gözümüzü oxşasın. Və kəndlərin olmazsa olmazı həyət yanı tövləni də hazırladım. Tövləni də hazırlama qaydasını görürsüz. Və kənd yollarını düzəltdim. Artıq proyektin 3-cü gününə start vermişdim və ekranda gördüyünüz kimi həyətdə yuyulmuş paltarların asılması üçün bir ip düzəldirəm və üstündə paltar modelləri də düzəldəcəm. Bir neçəsini düzəldəcəm və elə eləyəcəm ki, oyun motorunda müxtəlif dəyişikliklər, variasiyalar vermək olsun ki, ümumiyyətcə bu model lazımdır, çünki oyun mühitimizin canlı görsənməyini istəyiriksə, yəni burada insanların yaşadığını, həqiqi bir dünyanın olduğunun illüziyasını vermək istəyiriksə, sadəcə binaları, hasarları qoymaqla yekunlaşmır da. Burada həyat olduğunu göstərmək üçün məsələn belə paltar asılan düzəltdim. Üstünə paltarlar qoyacağım. Sonra elektrik dirəklərini düzəltdiyimi görürsünüz. Elektrik dirəkləri də lazımdır. Çünki həm daha real olduğu təsəvvürünü verəcək, həm də ki, yəni oyun mühitində, üç ölçülü mühitdə əşyaları düzərkən hər şey sadəcə enli olmayacaq da. Yəni bütün cisimlər, evlər, maşınlar, küçələr sadəcə bir var enli ola. Bir də var ki, bu elektrik dirəkləri hündür olan bir şeydir də. Yəni bir növ şaquli dərinlik verməsi üçün, şaquli müxtəliflik verməsi üçün istifadə elədim. Hələ də 3-cü günümdədir və artıq o qərara gəldim ki, çoxdan istifadə eləmiş olduğum, çoxdan yaratmış olduğum oyunlardan yararlanım və ekranda lap çoxdan düzəltdiyim oyun modellərini görürsünüz. 2021-dir yoxsa 2020-dir. Onlardan yararlanıb yüklədim GitHub-dan. Onları backup üçün GitHub-a yükləmişdim və artıq yeni oyunda istifadə edəcəm həmin modellərdən. Və görürəm, seçirəm ki, görəsən nəyi, hansı modeli birinci. Maşallah, qəşəng də modellər düzəltmişəm. Seçdim və qərara gəldim ki, tarla sahəsini düzəldim və tarla sahəsi üçün bu tərəvəzləri düzdüm. Belə qəşəng bir hasar modeli və ağac modeli tapdım və hasarı və ağacları düzməyə başladım. Burada isə darvaza modelinə biraz dəyişikliklər etmək qərarına gəldim ki, daha qəşəng görsənsin. Və Blenderdə işləməyin belə bir yaxşı cəhəti var ki, düzəltdiyin 3D modelləri Unity oyun motoruna
yükləyəndən sonra və onları ümumiyyətlə blend formatında, yəni Blender'in dəstəklədiyi formatda yükləyə bilirsən. Və dəyişiklik etmək lazım olanda elə Unity-nin içindən 2 dəfə klikləyib Blender'də həmin faylı təzədən açıb istədiyin dəyişikliyi edə bilərsən. Qəşəng darvazaları hazırlayandan sonra belə bir ot tayası düzəltmək qərarına gəldim. Yəni nə də olmazsa kənd yeridirsə, kənddə əkin biçin olur. Yəni otları yığırlar, saxlayırlar ki, sonradan heyvanlarına versinlər. Və ətrafına əvvəldən düzəltmiş olduğum belə bir yaba model tapdım, yerləşdirdim. Birini düzünə, birini dikinə, birini əyri. Yəni işləyiblər, yorulublar, nəticəli tullayıb gediblər. Belə bir şeylər. Və sonra isə gördüyünüz kimi hamısını Unity-də scene view deyirlər də, orada səhv eləmirəmsə, hierarxiyada iyerarxiyada modelləri sərgi olaraq qruplaşdırmağa çalışıram ki, sonradan düzəltmək, üstündə işləmək rahat olsun. Və ekranda səhv eləmirəmsə artıq görürsünüz ki, çay modelini qururam. Yəni çayı da düzəltmək lazımdır, çünki çayın indi üstünə normal map deyirlər də su animasiyası yerləşdirəcəm ki, su hərəkət eləsin, su səsi olsun. Yəni ətraf mühitdə gəzərkən oyunçu sadəcə bərk cisimləri, bərk əşyaları görməsin, su səsi eşitsin, suyun hərəkət elədiyini görsün. Yəni bunlar oyun mühitini daha canlı eləyən vasitələrdəndir. Və suyun üstünə belə bir qəşəng körpü düzəltmək qərarına gəldim və ümumiyyətlə körpü yaxşı şeydir. Yəni körpünün üstünə dırmaşırsan, belə sündürlüyə qalxırsan, hündürdə hərəkət edirsən, təzədən düşürsən. Bu həm də oyundakı mühitin monoton olmasının qarşısını alır, bəlkə müxtəlif yüksəklik də qatmış olursan, oyunçuya maraqlı olur. 5-ci günümüzə gəlib çatdıq və sizə lap çoxdan düzəltdiyim bir maşın yarışı oyunu göstərirəm. Onun hazırlama qaydasını, hazırlama yollarında develop videosunda YouTube-a yükləmişdim. YouTube-da köhnə videolarım arasında tapa bilərsiniz. Və orada çox qəşəng belə 3 ölçülü maşın modelləri hazırlamışdım. Həqiqətən onları özüm tərifləmək olmazsa, yəni çox bəyənirəm. Low poly modelləri, realistik modellər deyil, amma yəni səliqə ilə işləmişəm, can qoymuşam və niyə də onları təkrar yükləyib bu oyunumda istifadə etməyim dedim və qərar gəldim ki, GitHub səhifəmdən onları təkrar tapım və bu oyunda istifadə edeyim. Və yüklədim. Ekranda gördüyünüz maşınlar, kənd yerlərinə uyğun maşınlar 07 görürsünüz. 07-dən sonra köhnə bir dənə Toyota var. Əslində bizim yerlərdə olan deyil, sadəcə oxşuyur. Köhnə 09 oxşuyur qoydum. Çeşkə var, ondan sonra Niva var, qəşəng. O vaxt ki, maşın oyunum üçün düzəltmişdim. Onları da yüklədim, qəşəngcə xudmanı düzdüm. 6-cı günə gəlib çatdım və 6-cı gün qərara gəldim ki, artıq sadəcə maşınlarla olmaz, kənd yerində texnika da lazımdır və belə bir traktor modelini əvvəlcədən yox idi. Yox idi deyəndə, yəni 1000 cürə 3D model düzəldib qoymuşam, sadəcə heç hamısını artıq tapa bilmərəm əlbəttə. Onları tapmaqdansa yeni model düzəltmək daha sərfəlidir. Ona görə belə bir traktor modelini modelləşdirməyə qərar gəldim. Low poly modeling texnikləri ilə və lazım olmayan hər bir poligonu silirəm, çünki oyun optimal olmalıdır. Əgər orada çoxlu poligonlar, çoxlu üzlər olarsa, əlbəttə ki, oyun optimal olmayacaq. Böyük, güclü telefon, güclü kompüter istəyəcək. Düzdür, indiki telefonlar, indiki kompüterlər güclüdür. Amma mən öz optimizasiya bacarıqlarıma güvənmirəm. Optimizasiya ayıracağım vaxtı güvənmirəm. Ona görə ən azından modellərimi çalışıram ki, az poligonları olsun üzərlərində. Ona görə sadə modellər düzəldirəm. Traktorumu da belə qəşəng səliqəli düzəldirəm. Ümumiyyətcə, düzəldəndən sonra ümumiyyətcə bu 3D modelləşdirməni sevirəm. Yəni 3D modelləşdirmə mənim bütün sinirlərimi sakitləşdirir, bütün refresh eləyir də hər şeyimi. Və traktoru qəşəngcə yerləşdirdim. Birini sahəyə qoydum, birini oyun mühitində ora-bura qoyuram ki, yəni maraqlı olsun. Traktoru düzəldəndən sonra lapetini də düzəltmək qərarına gəldim. Təkərləri artıq traktorun özü üçün düzəltmişdim. Lapeti də ki, kubdan sadə formada düzəltdim. Altına amortizator deyirlər də deyəsən. Amortizatorlarını da qoydum qəşəngcə. Və olmazsa olmaz lapetin traktorun özünə necə bağlandığının xırda detallarını da düzəltdim. Bilmirəm daha hissənin adı nədir. Xırda detallar da qəşəngdir, yəni. Low poly'da xırda detalları görmək. Bir də low poly'da ümumiyyətcə oyunda insan karakteri görmək də lazımdır. Yəni, insan modeli düzəltmək mənim üçün çətindir. Yəni insan modeli heç vaxt yönünü başı düzəltməmişəm, amma belə bir şey düzəltmişəm. Adı nə deyirlər bunu? Müqavva düzəltmişəm və müqavvanı da qəşəng yerləşdirdim oyuna.
ən azından insan görməsək də insana oxşayan bir şey görək, özümüzü daha canlı bir mühitdə hiss edək. Canlı demişkən, canlının tərsi olan meyitlər də lazım idi. Və belə bir qəbirstanlıq, qəbir daşı modeli düzəltdim. Və gördüyünüz kimi optimal düzəltməyə çalışıram. Hər bir artıq face'i, hər bir artıq edge'i silirəm və qəbirstanlıq modelini düzəltməyə başlayıram. Bir dənə qəbir daşı düzəldəndən sonra və üstündə və bir artıq üzə yaratdım ki, onun üzerine şəkil teksturası əlavə edib, bəlkə adam şəkli qoydum. Yəni insanların ölmüş olduğunu həqiqətən göstərmək üçün. Və 2 dənə qəbir daşı düzəldirəm. Birinin bazasında təkər kopyalayıb, birinin başını başqa cür ölmüş buzaq qoyuram ki, bu da köhnə qəbirlərdəndir. Yəni ta qədimdən görə bu kənddə yaşayış olub, yəni real kənddə güya. Və bir dənəsi, 2 dənəsinin qəbir daşını düzəldəndən sonra geçəncə Ctrl-D basıb çoxlu kopyalayıram ki, real bir qəbirstanlıq səhnəsi yaradım və əkin sayısının qırağı üçün düzəltmiş olduğum bu hasarı biraz dəyişikliklər edirəm və o rəngli taxtadan indi qara rəng verirəm ki, dəmir reşotka da artıq, dəmir hasar da artıq və qəbirstanlığın kənarı üçün düzməyə başlayıram. Qəbirstanlığa belə bir ev də qoydum. Ev deyəndə indi qəbirstanlıq gözətçisinin yaşadığı qəbir daşlarını qulluq eləmək üçün qaldığı yeri yəqin ki. Qəşəng ağaclar qoyuram qəbirstanlıq üçün və bəzilərini yaşlı ağaclar qoydum. Mesela başda hamısını yaşlı ağac qoydum. Sonra gördüm ki, qəbirstanlıq hara o qədər baxımlı ağaclar hara. Ona görə axtardım. Köhnə modellər arasında bir dənə belə budaqları görsən ağac gördüm, üstündə yarpaqlarını. Yarpaqlarını sildim, sadəcə quru budaqları qaldı. Yəni qurumuş ağaclar da qalsın. Həm real olaraq qurumuş ağaclar da ola bilər qəbirstanlıqdan da əlavə olaraq bir aura qatırdı. Yəni qəbirstanlıqda quru ağac olur. Ümumiyyətcə məndən soruşmayın nə bir qəbirstanlıq var və bu qədər özen göstərirəm düzəltməyə. Sadəcə necə nə oyunu olacağını bilirəm, amma çox 100% əmin deyiləm. Hər an fikrimi dəyişə bilərəm. Hər ehtimala bir qəbirstanlıq sahəsini də, səhnəsində dedim qoy yerləşdirim. Və belə bir at arabası modeli var idi. Bilmirdim hara qoyum, elə dedim qoy qəbirstanlığa qoyum. Və belə bir hasar da var idi. Həmin daş hasarı da qəbirstanlığın ətrafına dedim qoyum. Düzüm. Və ağacları, skamyaları, hasarları, qəbir daşlarını, yerə döşənən daşları hamısını düzəndən sonra belə bir səliqəli qəbirstanlıq səhnəsi də düzəltdim. 7-ci günə çatdım. Artıq 3D modelləri qəşəngcə düzmüşdüm. Dedim qoy və bir müqəvvaya, yəni insan karakteri tapmadım ki, düzəltməmişəm, amma müqəvvə karakteri düzəltmişdim də, personaj düzəltmişdim. Onun üçün sadə bir kod yazdım, yəni onu 3 ölçülü mühitdə hərəkətə gətirəcək bir kod yazdım və kameranı onu bağladım ki, qoy o hərəkət etdikcə kamerada izləsin və 3 ölçülü mühitdə belə bir knopkaları basmaqla 3 ölçülü mühitdə belə hərəkət edə bilirik. Məncə maraqlıdır. Mən ətrafa baxıram, WASD düymələri ilə gəzirəm, yəni normal xalqın oyunlarında olan kimi əyləncəlidir əslində. Ən azından mənim özüm üçün əyləncəlidir və sizin üçün də indidən əyləncəli olmasa belə, yəni oyun edən bəzi şeylər düzəndən sonra da əyləncəli olacaq. Və ətrafda dedim qoy nələr qoyum. Ondan sonra fikirləşdim ki, maşınların düzəldilən bir yeri qoyum. Yəni bu qədər maşın varsa, maşınlar
özlərini qulluq edə bilməzlər. Kimsə onlara qulluq eləməlidir. Əlbəttə ki, yəni oyunumuzun canlı görsənməyini istəyiriksə, belə bir maşın düzəltdim budkadan, dəmir budkadan. Kubdan ən birinci kubu maşının ətrafına qoydum ki, təxmini ölçüsünü alım və o ölçüdə blenderin içində yığmağa başladım. Oyun sahəsinə atdım. Həqiqətən də bir qutu kimi oturdu. Biraz rənglərini dəyişdim və alındı. İçinə də yoxlamaq üçün bir dənə maşını qoydum və həqiqətən qəşəng alınır. Özü bu tərəfə idi ən birinci, özü çaya tərəf baxırdı və fikirləşdim ki, bir dənə də maşını oraya qoymaqla deyirlər, maşını qaldıran yerlər olur, pleşən kimi şey, tramplin deyirlər deyəsən. Bir dənə də dedim, qoy bundan düzəldim, sadə modeli də. Maşının altına qoyum və 8-ci günə başladım və ağac modellərindən çayın qırağına düzməyə başladım. Fikirləşirəm ki, burada bir çayxana düzəldəcəm, amma qəşəng çayxana olsun və qırağından çay axır, belə qəşəng bir ağac mənzərəsi var. Yəni, kəndin cavanları, qocaları boş vaxtlarını yaxşı keçirsinlər deyə ev modeli var idi, bir də naves modeli var idi də. Elə onların özlərindən istifadə edib belə bir çayxanalıq kimi bir şey düzəltdim və çayxana əlbəttə ki, stulsuz olmaz. Belə qəşəng bir stul modeli düzəltdim. Və stulun üstündə çayxanada nə olur? Əlbəttə ki, qəşəng səliqəli bir süfrəsi olmalıdır. Hazırda süfrəni necə düzəltdiyimi görürsünüz. Bir də süfrənin üstündə əlbəttə ki, qəşəng armudlu stəkanda çay olmalıdır. Hazırda sadə bir kubdan armudlu stəkan modelini düzəltdiyimi görürsünüz. Kubun ətrafına Ctrl-R basıb edge looplar verdim və onları hamısını ring selection'dan seçərək S basaraq belə böyütdüm, balacalaşdırdım. Stəkanı düzəltdim, sonra altına mərbəçisini dedim düzəldim. Stəkan əlbəttə olandan sonra əlbəttə ki, qənd də lazımdır, yəni qənddən də eyni qaydada kubdan başladım yığmağa və gördüyünüz kimi düzəltdikcə onların blenderdə Hi-Rec-də adlarını düzgün yazıram ki, sonra axtarıb tapmaq olsun. Sərgəlik görmək lazım ümumiyyətcə. Və bir dənə, iki dənə düzəldəndən sonra kopyalayıb yapışdırıram, populate eləyirəm səhnəmi onlarla necə deyərlər və altına bir dənə qəşəng daş qoyuram ki, qoy sərgəli olsun. Sonra bura daş qoyunu soymalısın inşallah. Və onları düzəldəndən sonra artıq 8-ci günə çatdım səhv eləmirəmsə və belə bir bayaq da dediyim kimi oyundakı modellərin şaqlı olmasına önəm verirəm. Ümumiyyətcə dağlar, dərələr, yüksəkliklər, enişlər, yoxuşları qoydum bəlkə. Amma ona kimi dedim qoy belə bir kubdan, səhv eləmirəmsə vişka deyirlər də, Azərbaycanca. Azərbaycan deyirlər, direkt bilməm bu şeyin adı Azərbaycan nədir. Amma rusca vişka deyirlər, səhv eləmirəmsə İngiliscədə pylon deyirlər və belə bir şey düzəltdim. Sadə tezbazı elədim bunu artıq gördüyünüz kimi. Heç o qədər də sərgəli alınmadı. Tezbazı artıq yorulmuşdum. Fevralın 12-si idi. Nətər gəldi düzəltdim. Biraz da elektrik dirəklərindən gələn o elektrik naqillərini kopyaladım. Bunun ətrafını uzatdım. Elektrik şəbəkəsinə bunu da qoşdum. Yəni həqiqətən bir elektrik şəbəkəsi var. Təsəvvürü vermək üçün və bunu da qoşdum. Hazırda oyun belə görsənir yəni. Amma dediyim kimi çalışacağım vaxt tapıb artırım. Yəni düzdür, bu dəqiqə bunun bu halı ilə oyun demək olmaz, amma 3D mühitdə də yəni əziyyət çəkib düzəltmişəm. Ən azından ümid edirəm ümumilikcə bu videonu bəyəndiniz və ardının gəlməsini istəyirsiniz və mən də ehtiyac olduğumu görsəm, tələb olduğunu görsəm, oyunun düzəltmə videosunu da ardını çəkərəm. İzlədiyiniz üçün buraları dağıtdım. İzlədiyiniz üçün çox sağ olun.